Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Növbəti söhbətimizə başlayıram. İlk olaraq şərhlərə diqqət yetirək. Hörmətli Afət xanım şərh yazıb və mən də o şərhə müqabil deyirəm ki, səmimiyyətinizə görə çox sağ olun Afət xanım. Allah sizi var eləsin. Siz etibarlı, Allah sevərsiniz. Həmişə sədaqətli olubsunuz bu işdə. Və fidan balalara da deyin ki, Ayla, İnci, mən sizi çox istəyirəm. Hələ bir bacınız da var Türkiyədə. Leyla balamız. Elə başlıq da belədir. Ayla, Leyla. Yəni qoy tanısınlar, bilsinlər ki, doğmalarıdır. İmkan olarsa da görüntü ilə danışa da bilərsiniz Əyalə xanımla, nəvəmiz Leyla xanımla. Allah hamısını başatan versin. Onları da bir-biri ilə yaxından tanış edib sevindirərik. Bir daha öpürəm onları. Hər üçünü. İndi o birilər böyükdülər. Bunlar lap kiçik nəvələrimizdir. Gülbəniz xanım, rəğbətiniz də, səmimi münasibətiniz də qarşılıqlıdır. Etibar bəy, sağlam fikirlərinizə və şəxsinizə görə hörmətliyəm. Dediyim kimi sizdən arxayınam və belə başa düşürəm ki, İnşallah sona dək də bu yolda çiyin-çiyinə addımlayacağıq və çalışacağıq. Svetlana xanım, doğma hisslərinizə, təmiz qəlbinizə görə var olun. İradə xanım Hüseynova, ətraflı izahınıza görə çox sağ olun. Və eləcə də hörmətli Tamilla xanım, sizin narahatlığınıza mən də narahat oluram. Mən İstəmərəm ki, kimsə qayğılansın və yaxud da sıxılsın ki, mən çatdıra bilmədim, mən öyrənə bilmədim. Qətiyyən narahat olmayın. Allahın qüdrəti böyükdür. Siz bu səmimiyyətlə haqq işinə münasibət göstərirsiniz, inamlısınız və eləcə də bu çıxışları izləyirsiniz. Elə o yetər. Yerdə qalan işlər hasanddır. Və bugün düzdür, mən müəyyən fikir yazmışam. Ola bilər ki, onu nur dilində, yəni bəşəri dildə mənimsəmək çətin olsun. Amma inşallah sabahdan etibarən çox ürəyə yatın, asan başa düşülən, qavranılan sözlərlə fikirlər qeyd eləyəcəm və yavaş-yavaş da onları mənimsəyəcəksiniz. Hörmətli Mələk xanım, mənim əziz bacım, nur adınız halalınızdır. Qəyyumnamədən də, qəyyumnamədən də, qəyyum himayədar deməkdir. Bizim hamımızın himayədarımız Allahımızdır. Ona görə də Allahdan gələn namə kimi başa düşək. Qəyyumnamə. Necə ki, ruhnamə var, cavidənnamə var. Bu da Allahdan gələn vəhlər deməkdir, fikirlər deməkdir və məktub kimi də elə bil ki, izahlandırılır. İnşallah oxuyacağım, onlardan da oxuyacağım. Nə qədər belə deyək də, təkrarlıq da olsa, onları eşitmək, dinləmək vacib şərtdir. Mənim hələ oxumadıqlarım da vardır. Və bütün yazılarım kifayət edər. Çünki hər dəfə fərqli izahlarla fikirləri sizlərə çatdıra bilərəm. İndi nəyimiz var? Onunla kifayətlənirik. Varını verən utanmaz. Mənim üçün əziz olan
deyərdim ki, öz münasibəti ilə, fədakarlığı ilə, öndə olanlardan olan Töhfə xanıma, Mətanət qızıma təşəkkür edirəm. Mənə həmişə doğma münasibətdə olublar və bu münasibət də qarşılıqlıdır. Elə başa düşürəm ki, doğmalığımız sarsılmazdır, əbədidir. Aytən xanım İmanova, qəlbinizin nuru rəğbətinizdə əks olunur. Təşəkkür edirəm. Allah hamınızdan razı olsun. Şərhlərinizə və təbrikə görə hər birinizə xidmətimi halal edirəm. Və mən qane olmuram. Xidmətim elə hesab edirəm ki, cüzvidir. Nə qədər təbim var, gücüm var, sizin xidmətinizdə duracağam. Bu, elə Allahımıza, Allah qanununa xidmətin bir təcəssümüdür, göstəricisidir. Mən bundan əvvəlki çıxışda belə bir ifadə işlətdim ki, bu əlifba və yaxud da ki, yazdığınız, qeyd etdikləriniz ki var, onları qoyun bir kənara, yeni, yəni ki, belə deyim də, formada əlifbanı nəzərinizə çatdıracağım. Sonra fikirləşdim ki, birdən başqa cür başa düşərsiniz. Yəni, yeni əlifba deyil, əlifbanı yeniləşdirməmişəm, nəsə dəyişmə etməmişəm. Sadəcə formatı dəyişmişəm ki, görünsün, başa düşülən olsun. Bacardıqca səlisləşdirirəm də, axtarışdayam daima. Orada fayldır, üzlük və bəzən də boşluq olurdu. Hərflərin kölgəsi düşürdü. Diqqət yetirdim, gördüm ki, o biraz çaşqınlıq yarada bilər. Və elə etdim ki, biraz tarım çəkilmiş olsun ki, kölgə düşməsin. Bir də təkrar göstərirəm və bugünkünü də indi göstərəcəm. Yəni, anlaşılan olsun, başa düşülən olsun, nəyisə demişəm, belə deyək də, tam mənası ilə görmürsünüz və yaxud da anlamırsınız, onu qeyd eləyərsiniz şərhinizdə. Mən ona bir əncam qılaram. Bir də göstərirəm, bax, burada salafan, görürsünüzmü, failin o salafanı, belə götürək, tarım çəkilir. Elə etdim ki, o tarım olsun. Bu bir tərəfi və bir də o biri tərəfi. Bu belə. İndi isə bugün üçün hazırladığım, eyni zamanda yarımçıq qalan hərflər ki var, onları da qeyd etmişəm. Buyurun, diqqət yetirin ki, bununla əlifbanın bütün hərfləri, işarələri tamamlanır. Bax, bu da belə. İndi bu biri tərəfdə isə göstərim. Görürsünüz, birinci Azərbaycan dilində yazmışam, ey haqsevər. Mötərizədəkilər latın əlifbasıdır, latın qrafikası ilədir. Öyrən bu dili. Doğmaların dilidir bu dil. Və bəşəri dildə də belə səslənir ki, hay nurəs ey şiğər, yəni ey haqq sevərlər, hay nurəs ey şiğər, əmdü yuy bənqi, yəni əlifba ilə də görürsünüzmü qeyd etmişəm ora. Yəni öyrən bu dili. Əndü yuy bənqi,
öğren bu dili. Doğmaların dilidir bu dil. Yani Pestfaklarkın o k harfidir. Pestfaklarkın benəyyihir. Qoy görüm düz mü oxuyuram? Ben giyhür. Yuy bengi. Ben giyhir. Yuy benk. Yox, düz oxumuram mən. Benk o benk sözüdür. Benk yihir, yuy benk. Yani bu doğmaların dilidir. Doğmaların dilidir bu. Pesfaklarkın. Ben giyhir, yuy benk. İndi mənim üçün də çətindir. Çünki mən bu dili yalandan demərəm ki, mən bu dildə danışa bilirəm və sizə də onu səsləndirirəm. Sizi mühüm qədər öyrədə özüm də öyrənməli olacağım. Amma saxlamışam özümü ki, indi sabahdan etibarən yazacağım sözlərə, fikirlərə ki, onu mən də əzbərliyim, öyrənim və sonra da inşallah qismət olacaq. Biz lazım gələndə bu dildə də danışa biləcəyik. Zaman zaman şuur dairəmiz genişləndikcə, yəni ki, kamillik zirvəsinə doğru irəlilədikcə, elə bir məqam olacaq ki, bu dillə danışmağa ehtiyac olmayacaq. Biz elə gələcək ki, bu dillə danışırıq və yaxud da ki, milliyyətindən asılı olmayaraq hər bir insanla rahat danışmaq mümkündür. Necə ki, ali varlıqlar istər İngilis olsun, istəyir Alman olsun, istəyir Azərbaycanlı olsun, Türk olsun, kim olur olsun. Təfəkkür dilində dil fərqi yoxdur. Hamı ilə ana dildə danışırlar. Hər kəs də öz dilində danışır. Necə ki, yuxuda danışırıq. Bizə elə gələcək ki, bu real həyatda danışdığımız kimi danışırıq. Axı yuxuda da biz danışırıq, səsimiz çıxır, eşidirik, amma yataqda yatmış oluruq. O təfəkkür dilidir. Və təfəkkür dilinə keçmək məqamı var. Ona qədər bax bu öyrənmələr lazımdır. Çünki gələcək üçündür. Bizim vaxtımızda o 0-cı sinif yox idi. İlk dəfə işləndə mən məhtal qaldım ki, o nə deməkdir? Nolovka deyirlər. Həmin o 0-cı sinif 1-ci sinif üçün hazırlıqdır. Əvvəllər bağçada bu proses gedirdi müəyyən qədər. Biz də elə bil ki, 0-cı sinifdəyik də, bu dili bilmirik axı. 1-ci sinifə qədəm qoymaq üçündür. Məsəl üçün deyirəm də, yəni müqayisə üçün belə. Və heç kim də təlaşa düşməsin. Yəni ki, təmtiməsin ki, mən öyrənə bilmirəm, ay yadımda qalmır. Bunu dəfələrlə demişəm. Əsas odur ki, siz qəlbən, ruhən Allaha bağlısınız və çalışın ki, Allahın gözlədiyi kimi olasınız, davranasınız, düşünəsiniz və münasibət göstərəsiniz. Yerdə qalan hamısı asandır. Yəni, bu haqq yolunda Allahın və qanunun tələb etdiyi kimi olmalıyıq biz. Dili də öyrənəcəyik, danışacaq da, heç lazım gələndə heç buna ehtiyac da olmayacaq. İndi oxuduğum o hansı ki xatırlatma var idi, onun davamını oxuyum, qurtarmaq üzrədir. Sonra bir başqasına keçid edəcəyim. Demək, beyti bir də təkrar oxuyuram. Sən özünü aldatmasan gər, şübhə miqdarında köməyə yetər. Ruhən bağlandığınız haqsevər məsumlara tam səmimiyyətlə mehribanlıq göstərin.
bizim hamımıza aiddir bu. Ruhen bağlandığınız haqseder məsumlara tam səmimiyyətlə mehribanlıq göstərin. Öz xoş münasibətinizlə qəlblərini sevindirməyi bacarın. Elə insanlara şübhə etmək hörmətsizlik olar. Yanılmamaq üçünsə səbr və təmkin nümayiş etdirin. Gözləmə mövqeyi tutun. Biruzə vermədən tərəf müqabilinizin sözünə, söhbətinə, davranışına, əxlaqına, həyata münasibətinə nəzər salın. Amma tələsik tam qərar verməyin. O kəslərdən müsbət keyfiyyətlər gördükcə onlara qarşı daha diqqətli olun. Doğmalıq yaratmaq elə də asan başa gəlmir. Bunun üçün qarşılıqlı anlaşma, mehribanlıq, xüsusən də Allah eşqi ilə məhəbbət olmalıdır. Bəs nədir Allah eşqi? Hər bir yaranmışın təsdiqidir Allah eşqi. Hər bir mahiyyətin məntiqidir Allah eşqi. Hər bir müasirin ətiqidir Allah eşqi. Ətiqi keçmişi, köhnəsi. Hər bir gözəlliyin əntiqidir Allah eşqi. Hər bir gözəllikdən də gözəldir Allah eşqi. Hər bir həqiqətin tədqiqidir Allah eşqi. Hər bir haqsevərin təşviqidir Allah eşqi. Hər bir məhəbbətin tətbiqidir Allah eşqi. Ruhumuz nurlu olsun. Amin. Bu söhbətimiz belə tamamlandı. İndi keçirəm növbəti söhbətə. Bu da bir xatırlatmadır. Ümumən hamısı qəyyudnaməni, qəyyumnaməni əks etdirir. Müxtəlif adlar olsa belə, orada həqiqət də var və yaxud da ki, ibtidaya çağırış da var və s. və ilə axıra. Qəyyudnaməni mən fikirlə almamışam. Mənə vasitə ilə diktə etdilər. Belə diktə edəndə bu qəyyudnamə məni maraqlandırdı ki, qəyyudnamə sözü bizdə işlədilmir. Yoxdur, nə deməkdir? Qəyyud sözünü qayıtmaq kimi, özünə qayıdış kimi qiymətləndirdilər ki, bu özünə qayıdış deməkdir. Qəyyudnamə. Haqqa bir çağırışdır. Qəyyumnamə isə dediyim kimi, qəyyum olan, bizi himayə edən, qayğımızı çəkən uca yaradanın naməsidir. Qəyyumnamə. Qəyyumdan namə. Qəyyumdan gələn fikirlər, qəyyumdan gələn vəhlər. Bax, bu mənadadır. Demək, başlanğıc belədir. Gəlin birlikdə bir daha dünyanın gedişatına nəzər salaq. Amma əvvəlcə bəzi incəliklərə diqqət yetirək. Deyirlər, öz kiçikliyini qəbul etməyənlər böyüklüyün nə olduğunu anlamaz. Tükənməz, yenilməz, danılmaz bir qüvvə var. O, aşkar görünən sirli həyatdır. Həyatın dinamikasıdır. Yaşamaq, yaşatmaq əzmidir. Həyat həqiqətdən yoğrulub. Həqiqət ədalətlə əhatələnib. Baxışlarda fərqli görünür. Düşüncələrə uyğun başa düşülür. Var olan yaşamaya bilməz. Yaşayan yanılmaya bilməz. Bu başa düşüləndir. Yanlışlıklar yanılmanın qarşısını alır o zaman ki, həqiqət sorağında olub, ədalətin müdafiəsində durasan. İnsan o qədər yanılır ki, axırı elə bir ki, ayılır ki, yəni nə qədər səhv etmək olar, yanılma olar. Demək, o yanlışlıkları düzəltmək üçün insan axtarış edir.
özünə diqqəti artırır. Ona görə deyilir ki, yanlışlıklar yanılmanın qarşısını alır. Demək, yanılmamaq üçün özünə diqqəti artırırsan, ehtiyatla davranırsan. Elə yanılmalar var ki, o əhəmiyyət kəsb eləmir. Olur da cüzvi bir yanlışlıqdır. Amma əhəmiyyətli yanılmalar da var. Yəni ki, əhəmiyyətli deyil yanılmalar. Yəni o necə deyim? Əhəmiyyətə xələl gətirən əhəmiyyətsizdir də. Belə götürək. Sən çalışırsan ki, yanılmayasan və nəzərində tutduğun öz əhəmiyyətini göstərsin. Hissinə güc verənin əqli zəiflər. Ağıl zəifləyəndə tənəzzülə uğrayar. Təkəbbür baş qaldırar. Təkəbbürə yer verən öz yerini itirər. İnsan o kəsdir ki, onun mədəniyyəti, ədaləti, məsuliyyəti və sədaqəti vardır. İnsanlığını itirənlər xoşbəxtliyini itirər. Həyatı puç olar. Keçmişinə baxıb düzgün nəticə çıxarmasan, bu günün müşkülə dönər. Yəni, keçmişinə yazılır, keçmişinə baxıb düzgün nəticə çıxarmasan, bu günün müşkülə dönər. Gələcəyin görünməz. Məndə n hərfi də vardır. Biz deyirik, gedəyinmi, gələyinmi? Amma bilmirəm, hələ onu qəbul etməmişəm ki, qeyd eləyim yoxsa yox. N, q hərfinin qarışığıdır. Gedəyin. Gedəyin yox, gedəyin. O nə vaxt? Yəni ki, belə deyək də, əhəmiyyət kəsb edir. Görürsünüzmü? Mən oxudum ki, keçmişinə baxıb. Bu mənə də aid ola, burada mənə aiddir, tutaq ki, şəxsə aiddir. Keçmişinə deyəndə başqa bir şəxs də başa düşülə bilər ilkin oxunuşda. Amma keçmişinə baxıb deyəndə demək mənə şamil olunur. Özümə aiddir. İndi bu səbəbdən mən orada da qeyd eləməmişəm, qeyd eləyə bilərəm. Onun da işarəsi var. N hərfi. İndi bilmirəm, ayrı millətlərdən n, belə deyək də, hərfi varmı və yaxud da səslənirmi belə? Ancaq görürsünüzmü, burada mən biraz duruxdum ki, keçmişinə baxıb. Kimsə baxa bilər keçmişinə, baxmalıdır. Amma keçmişinə deyəndə bilavasitə şəxsin özünə istiqamətlənir, aid olur. Gələcəyi isə göz yox, ağıl görür. Mən bir ailə kimi müraciət edirəm. Əgər məsləhətdirsə, o hərfi də mən nəzərinizə çatdırın və qəbul edək onu. N, q qarışıqdır bu. Məsləhətdirsə qeyd eləyərsiniz. Məsləhət deyilsə qalsın. Gələcəyi isə göz yox, ağıl görür. Gələcək ağıldan bəhrələnir. Ağlın dərəcəsi maddi vəsaitin yox, mənəvi dəyərlərin miqdarından asılıdır. Bunu isə hər kəs bilməz. Maddi dünya verdiklərini mütləq alır. Mənəvi aləm isə səxavətini sonsuzluğa qədər əsirgəmir. Seçim sizindir. Düşünün, görün, nəyi daha çox toplamalısınız? Sərvəti, yoxsa mənəvi dəyərləri? Həyatın bir başı olumdur, o biri başı ölüm. Ölüm növbəti yaşama açılan qapıdır. Hər kəs bu qapıdan mütləq keçməlidir. Geriyə isə yol yoxdur. Həyat bir istiqamət üzrə axmağındadır, dövr etməyindədir. Təkamül səni ancaq irəli, gələcəyə aparır. Bacarırsan, yaşama. Yaşamaya bilərsənmi? Çalış, qocalma. Qocalmaya bilərsənmi?
Cəhd elə ölməyəsən. Ölməyə bilərsənmi? Həyat olumla ölümün vəhdətidir. Ölümlə bitmir həyat. O yenidən başlayır növbəti aləmdə. Çünki əbədidir yaşam. İstəsən də belədir, istəməsən də. Həyat qanununa tabedir varlığın. Əks gedə bilməzsən ona əsla. İşıqlı gördüyünüz aləm zülmətə qərq olub. Xəbəriniz yox. Niyə zülmətə qərq olub? Deyir, yaxı işıqdır. Ona görə ki, ağlımız məhdudlaşır. Ona görə ki, mənəvi cəhətdən böhran yaşayırıq. O da ağlın tənəzzülə uğraması ilə əlaqədardır. Ağılsızlıq qaranlıqdır. Dərrakəsizlik zülmətdir. Özünü insan bilənlərin məkrindən qaçılmaz bəla gəlir qarşıdan. Vaxta çox az qalıb. Cahil kamilə etina etməz, inanmaz. Kamilin isə dayağıdır ağlı ilə səbri. Yaman günə düşüb bəşər. İnsanlıq itdikcə yaxşılar da yuvarlanır yamanlığa. İnsanlıq aşınır qayalar kimi. Qayalar aşınanda ondan qopmalar olur, parçalanmalar olur və dağ yerlərində o aşınma ilə uçqun əmələ gəlir. Çox xatalıdır o da. Elə yer var ki, bütövlükdə sürüşmə gedir. Onun qabağında durmaq mümkün deyildir. İnsanlıq da belə aşınır qayalar kimi. İnsan möhtəşəm varlıqdır. İnsan həqiqətin özüdür. O uca Allahımızdır. Biz o adı mənimsəmişik, amma doğrultmuruq. Doğrultmalıyıq. İnsanlığı bərpa etməklə və insanlığı biz dəyərlərlə bərpa edə bilərik. İnsanlıq olmayan yerdə zülm ərşə qalxar. Elm təhsil geriləyir, axsaqlar təki. Helmi olmayanın elmi inkişaf etməz. Ağlı çürümüşlərə etibar etmək yanlışlıqdır. Sağlam düşüncəyə, saf əqidəyə, bütöv mənəviyyata üstünlük verin. Fövqəl bəşərə inanın və ümid edin. Ruhu pak olan vicdan sahibləri ona Allah deyir və itaət edirlər. Yəni fövqəl bəşərə. Ateistlər isə onu hər hansı bir sirli qüvvə adlandırırlar. Olsun, möhtaçsınız ona zaten, onsuz da möhtacıq uca yaradana, şükür varlığına. Çünki qarşıdan gələn dəhşətdən, vəhşətdən sizi yalnız o qüvvə xilas edə bilər. İnansanız əgər. İnanan inansın, inanmayan özü bilər. Həqiqət budur ki, yer kürəsi ömrünü başa vurmaqdadır. Təbiətlə bəşər arasında sıx əlaqə var. Odur ki, ümum bəşər də son zamanını yaşamaqdadır. O, dəyişməyə, yeniləşməyə məhkumdur. Çünki tənəzzülə uğrayıb. Vaxtı bölüşdürürəm, ona görə də hələlik bu oxuduğum bu günlük kifayət edər. İndi isə həqiqətdən beytləri oxuyub izah verəcəm. Demək,
söhbət kainatdan gedir də. Əvvəlki beytdə deyildi ki, qoynunda nə varsa ona ad verdik. Doğma ikən səhvlə onu yad etdik, yəni yadlaşdırdıq. Özümüzdən ayrı sandıq. Canda olanları kənarda gördük. Yalanı açaraq doğrunu örtdük. Canımızda baş verən prosesləri həyat kimi başa düşürük, qəbul edirik. Hətta kainat da deyirik. Bəli, çətin başa düşüləndir bu. Bir düyündür, çətin çözüləndir bu. Məcburam açmağa, vacib olandır. Əzəldən bəşər üçün sirli qalandır. Bu bir hazırlıqdır haqq gəlişinə. Axirət zamanı haqq təşrifinə. İnansaz sözümə çox gözəl olar. İnamlı kəslərin sayı çoxalar. Demirəm inanın siz kör-köranə. Bu halla dünyanız qalar viranə. Kör-körənə inanmaq lazım deyil. Safçürük eləyin, analiz edin. Müqayisələrlə görün, düzmü deyirəm, yoxsa yanıldıram sizləri? Əgər düzdürsə qəbul edin. Düz deyilsə əhəmiyyət verməyin. Amma ağıl tərəzisi ilə ölçün. Bu kəlamları, bu söhbətləri tərəzinin bir gözünə qoyun, bir gözünə də ağlı qoyun. Ağıllıdırsa qəbul edin. Ağla uyğun deyilsə inkar edin. Viranə qalmağa bir addım qalıb. Yəni dünyamız. Bəşərin üstünü qiyamət alıb. Sizi haqdan edir hər bir səhv addım. Sizləri xilas üçün çox sirlər açdım. Sirlərin biri də bu dediyimdir. Haqq yolu, haqq işi bu seçdiyimdir. Demişəm nə varsa böyük cahanda, cərəyan eləyir məhz cılız zanda. Cılızıq, canımız cılız görünür. Şübhəsiz hər bir kəs belə düşünür. Bir tuta bilmirlər aləmlə canı. Onları bərabər tutan kəs hanı? Mən isə deyirəm, möhtəşəmdir can. Ondan böyük deyil görünən cahan. Biri birisinin əksidir onlar. Cahan insan kimi fərqli olanlar. Fərqin əksi olan eynilikdir məhz. Anlamsız bu fikri qəbul eləməz. Yəni, fərqin əksi olan, fərqin əksi nədir? O eynilikdir. Fərqin əksi olan eynilikdir məhz. Anlamsız bu fikri qəbul eləməz. Anlamsız başa düşməyən qəbul etməz ki, həyat hara, insan hara. Necə ola bilər ki, eynidir, bir-birini əks etdirir. Kim necə başa düşür, düşsün. Başa düşməyən biraz dərindən düşünsün. Çünki belə qandı, düşündü bəşər. Cəhdlər bu bəşərə etmədi əsər. Neçə əsrlərdir. Elə Quranımız da deyir də. O biri dinlər də deyir. Hind fəlsəfəsi də deyir. Və indi də mən car çəkirəm, deyirəm. Mənim kimi də çox insanlar bu xüsusda söhbətlər edirlər. Amma başa düşməyəni
çalışıb başa salmaq olar. Başa düşmək istəməyəni nə qədər cəhd edirsən et, başa düşməyəcək. Çünki bilməyəni başa salmaq asandır. Yanılanı isə başa sala bilməzsən. Yanılanda bir tərslik olur, bir ego olur, egoistlik edir, təkəbbürlük olur. Təkəbbürlük elə bir bəladır ki, o yiyəsini axırda məhv eləyir, sındırır. Bu bir həqiqətdir. Kim olur olsun 100% təkəbbürlü insan nəhayətdə sınır. Mütləq sınır. Bunu demişəm, bir də təkrarlayıram yeri gəlmişkən. Bir nəfər qohumdur, yoldaşı rəhmətə gedib. Xanımdır. Yoldaşı demək olar ki, ateist mi olub, azqanan mı olub, yəni xəsiyyəti tünd insan olubdur. Deyir, can verirdi. O Allaha, Peyğəmbərə inamsız idi. Artıq deyir, ölməyinə bir şey qalmamışdı. Qalxdı, deyir, öz gücü ilə oturdu. Kravatda. Düzünə, yəni qalxdı, oturdu. 3 dəfə dedi ki, Allah var, Allah var, Allah var. Və başını qoydu. Yəni ki, balınca, paduşkaya dünyasını dəyişdi. O təkəbbürlü edənin bir növ sınması idi. Nə qədər ki, canında təb var idi, həqiqətlə üzləşməmişdi, qeyri-adi aləmdən xəbərsiz idi. O məqamda artıq ona çox şey məlum oldu və onu da dilinə gətirdi. Deyir, ruhu şad olsun. Hər kəs olanları qoy bilsin düzgün. Bunları deyirəm məsuliyyət üçün. Əks halda yanlışlıq davam edəcək. Ömür yanlışlıqla sona yetəcək. Alilər bu hala imkan verməzlər. Yolunu azana aman verməzlər. Əgər ki, bədlərə verilsə aman, aləmi bürüyər şərliklə yaman. Hər bir kəs məsuldur qanun önündə. Hər kəs yəqin etsə bunu özündə, olduqca xoş olar yaşam tərzimiz. Firavan yaşarıq, olmaz dərdimiz. Həyat sirlərini biliriksə gər, asanca bilərik nədir xeyir şər. Yerbəyer edərik hər işimizi, lazımınca bilərik öz qədrimizi. Axı biz əşrəfik, elə deyilmi? Hörmətsiz etməyək, haqq fikri, helmi. Hansı ki, hər zaman bəxş edir Allah. Qanunun hökmündən biz olsaq agah, agah olan kəslər səhvlər eləməz. Haqdan yerli yersiz ruzi diləməz. Ruzini qazanar halallıq ilə. Allaha üst tutmaz məddahlıq ilə. Hər cürə yanlışla çaşıbdı insan. Əksər uzaq düşüb insanlığından. Kimisi cin olub, kimisi iblis. Biri saf qəlblidir, o biri xəbis. Hər cür təzahür tək var olur insan. Olumla, ölümlə dəyişir ünvan. Özünə qayıdış zamanı gəlir. Bunu anlayanlar ərşə yüksəlir. Şükür edirəm Allahımızın varlığına. Mən unutdum bir anlıq. Yəni ki, növbəti hərflə bağlı
fikirlər söyləmədim. İndi onu nəzərinizə çatdırım ki, növbəti hərf hörmətdir. H hərfidir. Hörmət sözünü mənalandırır. Biraz da yaxından. Bu da əksinədir də. Demişəm, istiqamət soldan sağa tərəfdir. İndi hörmət barədə görək nə deyilir. Deyilir ki, hörmət göstərin ki, hörmət görəsiniz. Birinizə xoş niyyətlə yanaşın. Mehriban münasibət göstərin. Həyatın bütün gözəlliyi insanda cəm olub. İnsanlar, birinizin qədrini bilin. Bu hər bir kəsə aiddir. Xoşbəxt olmaq istəyirsənsə, ünsiyyətdə olduğun insanların xoşbəxt olmasına çalışmalısan. Birinci xeyirxah addımı sən atmalısan. Mən Allahımızdan çox razıyam, şükür edirəm varlığına. Heç kəsin qəlbinə dəyməsin və həqiqəti deyirəm ki, şəxsən tanıdığım haqsevərlər ki var, bu əqidədədirlər. Birinci özünü yox, qarşısındakını, yəni doğmasını düşünür. Və bu, belə də davam etmədədir. Bunun özü böyük uğurdur və hər bir kəsə də bunu tövsiyə edirlər. Mən də nəzərinizə çatdırıram. İndi tövsiyələrin demək 13-cüsüdür. Hörmətlə bağlıdır. Yəni H hərfi ilə əlaqədar da bilirsiniz. H hörmət sözünün birinci hərfidir. Hörmət göstərin ki, hörmət görəsiniz. Görək, hörmətlə bağlı nə deyilir? Hörmətlə yanaşsa insan insana, əvəzsiz nemətdir hörmət qanana. Onun da astarı həm üzü vardır. Onun da saxtası həm düzü vardır. Astarı budur ki, təmənnalıdır. Üzü mənalıdır, haqq amalıdır. Saxtası astarla eynən oxşardır. Düzü pərdələnməz, çünki aşkardır. Məqsədim amalın ilk pilləsidir. Səslənən hər kəlmə haqqın səsidir. Hər sözün, kəlmənin məğzi mənası olur son məqamda alın yazısı. Belə bir məsəli xatırladım mən, inciyib küsməsin kimsə kimsədən. Məsəldir, hər kəsin düşsün yadına. Nə etsən çıxacaq mütləq qarşına. Cəfalı bir işlə üzləşən zaman belə fikirləşir narahat insan. Yəqin ki, alnıma yazılıb bu cür. Hissə qapılaraq taleydən küsür. Taleyin səhvi mi, günahı mı var? Hər səhvi günahı edir insanlar. Bir və bir açıram mənanı sizə. Diqqəti artırın əməlinizə. Əgər ki bunları desə bir nadan, şübhəyə əsas var. Deyir yaradan. Bu sözə inanmaq çətindir əlbət. Çünki dünyanızdan küsüb həqiqət. Özünə yurt salıb qəlblərdə yalan. İnam sarayınız olubdur talan. Ayılın, dinləyin, bəs edər riya. Yəni ikiyüzlülük, biclik, cəzanə gəlibdir
cəfakeş dünya. Nə izzət qalıbdır, nə də ki hörmət. Neyləmək? Dünyanı dağıdıb yenidən qurmaq nə qədər ağırdır bu işi görmək. Ağırdır qurduğumu yoxa döndərmək. İlahi deyir ki, neyniyim? Dünyanı dağıdım, yenidən qurum. Baxıb kainata sıxılıram mən. Xoş bir an qalmayır günü dünəndən. Xoş bir an qalmayır günə dünəndən. Getdikcə yadlaşır hər münasibət. Artır ah nalələr, artır müsibət. Hər nə var yaratdığım mən saf eşqimdən. Özüm zövq alırdım hər bir işimdən. Nə fayda? Zəhmətim hədərə gedir an ba an. Nurum, ruhum oldu sizlərə qurban. Qanmadız, yanmadız halıma mənim. Sanmadız tükənməz mənim qüdrətim. Hər dildə bir fikir, avaz səslənir. Hər sirli ürəkdə bir şər bəslənir. Kimisi qorxudan sığınır mənə. Kimisi çevrilir şər tək düşmənə. Azdırmı yolunu, izini azan? Azdırmı ayaqlar altını qazan? Hər bir kəs xeyrini, nəfini güdür. Xeyir görməyəndə Allahdan küsür. Hər zaman köməyə yetişmişəm mən. Vermişəm hər şeyi əsirgəmədən ki, həm cana, həm qana hopsun yaxşılıq. Hər kəsin bəhrəsi olsun yaxşılıq. Xeyirlə gəlsəniz qarşı-qarşıya, yer qalmaz həyatda acı ağrıya. Yüz fikir yürüdür, qanan qanmayan. Haqqı, ədaləti yada salmayan. Bir məna kəsb etsə bəşərin fikri, sözsüz ki, bir olar bəşərin zikri. Yoxsa ki, dinli də, dinsiz də haqdan söz açır. Lakin nahaq işin ardınca qaçır. İstinad edilsə haqq kəlamına, hər bir kəs çatardı əlbət kamına. Kama yetmək üçün təmizlənməli. Əsası budur ki, haqqa gəlməli. Bunun üçün düşünüb danışmaq gərək. Xilas olmalıdır şərlərdən ürək. Hər işi görsəniz gər təmənnasız, dünyanız olarmı məgər mənasız? Nə töksən aşına, çıxar qarşına. Daş atsan kimsəyə, düşər başına. Can desən kimsəyə, möhkəmlənər can. Hörmətlə davransan, artacaq atsan. Bu hörmət şamildir hər bir insana. Əks edən yetişər hər bir imkana. Fikrimi deyirəm fərqli yönümdə. Hər nə var acizdir bilin önümdə. Hökmün də öz vaxtı vədəsi vardır. Vaxt ki var, həm gendir, həm də ki dardır. Aləmi səbirlə yaratmışam mən. Bir əsər qalmayıb indi keçmişdən. Bu gündə səbirlə baxıb sabaha, qoymuram tükənsin səbrim bir daha. Rəhmimlə, səbrimlə edib xəbərdar, olmaq istəmirəm zülmə səbəbkar. Səbəbkar olmuşam yananışa mən. Özüm ki özümə deyildim düşmən. Düşündüm sevgidən gözəli yoxdur. Bəxş etdim. Gözəlin gözəli yoxdur. Mən qurdum, yaratdım, siz dağıtdınız. Haqqa üz tutanı siz azıtdınız. Yetməzmi bu qədər naşükür olmaq? Yetməzmi bu qədər şər ilə dolmaq?
Etdiyim hörməti dərk eyləsəz siz, bəs edər. Olarsınız əzizdən əziz. Şükür edirəm Allahımızın varlığına. Bəli. Nə etməli ki, insan özü də anlamadan, düşünmədən təkəbbürlüyündən qalmır. Bu o demək deyil ki, lovğalansın. O təkəbbür müəyyən qədər sirlənir. Onu başa düşən də var, qəsdən lovğalanan da var və yaxud da ki, özünü sındırmayan da vardır ki, özündən razılıq əlamətidir bu. Amma həyatda görübsünüzmü, o dərin sulu çaylarla axdığı kimi, kamillik yolunda olan insanlar da heç vaxt səsini uzatmaz və eyni zamanda lovğalıq etməz, çox sadəliklə davranar, danışar. Əksər kamil insanlar belə olub. O arx suları kimi şırıldayanlar ki var, özlərini çox bilən kimi başa düşür, razıdırlar özlərindən, həyatın gedişatını güya başa düşürlər, həyat onların düşündüyü kimidir, ancaq anlamırlar ki, bu onların həyata yanlış baxışıdır. O Mirzə Ələkbər Sabir deyir də, yoxsa ki, bu aynədə əyri görürsən özünü. Bəli, yanlış baxanlar həyata axırda da əyilirlər. İndi isə Daş kitabədən oxuyum. Müəyyən qədər düz fikir söyləyirsiniz. Mən özüm demirəm də ki, hansı peyğəmbərdir. Sözsüz ki, peyğəmbəranədir. Onun sözü, söhbəti. İlyas adı ilə bağlı, bəli, elə Nur Nizami də peyğəmbər idi. Sadəcə Allahımız onu qorudu, sirləndirdi. Həyatdır da, uca yaradan qüdrətlidir, amma bütün peyğəmbərlərə qarşı çıxanlar da olub, xəta yetirənlər də olub, öldürənlər də olub. Ölüm olmadığına görə uca Allahımız səbri ilə yanaşır və bilir ki, vaxt gələndə o kəslər ki, haqqa zid gedirlər və Allahın peyğəmbərlərinə qarşı belə nalayiq hərəkətlər eləyirlər, qətl törədirlər, onlar ölməkdən betər olurlar. Yəni, insanların düşündüyü kimi ölməkdən betər olurlar. Özünə gələnə qədər. Elə əsl cəhənnəm əzabı da odur. Peşmanlıq yanğısı daim onu içəridən yandırır. Buyurun, qulaq asın. Nur dədə dərindən köksünü ötürdü və sözə başladı. Yəni, cəmaatı yığırlar meydana, uca bir yerə çıxır, Dədə Bəxşi öz fikirlərini insanlara söyləyir. Bu hal yaşanıbdır. Bu o haldır ki, insanlar artıq bu müqəddəs məkanı hər hansı bir səbəbdən tərk etməli olublar. Onun işartısıdır hələ bu, özü deyil. Ey mənim əzizlərim, Allah sevərlər. Ey Allahın mərhəməti ilə xilas olmuşlar. Artıq yaman günlərin müqəddiməsi başladı. Dədə Bəxşi ona görə kədərli olur. Yerin göyün kədəri onun çiyinlərində olur ki, bəli. Çünki əvvəldən bilirdi ki, tənəzzül zamanı vardır. Ancaq o vaxtlı da ola bilər, vaxtsız da ola bilər. Vaxtlı olanda qanuna uyğundur. Vaxtsız olanda
qanuna zidd halını alır. Demək, artıq yaman günlərin müqəddiməsi başladı, təməli qoyuldu. Biz ən çətin məqamda belə Allahın varlığına şükr oxumağı bacarmalıyıq. Odur ki, deyirəm, bu günümüzə də şükür, bu günümüzə də şükür. İndi sual edirəm, kim ömür müddətini mənə deyə bilər ki, neçə il yaşayıb? Kim bu müddət ərzində kədərlənib? Yenə də cavab verən olmadı. Nəhayət, dədə sonuncu sualını verdi. Allah sizə gözəl olan hər neməti əsirgəmədən bəxş etdi. Əvəzində siz nə verdiniz Allaha? Hamı bu sorğu sualdan çaşbaş qalmışdı. Çaşqın-çaşqın dədəyə baxırdılar. Hər kəs intizarda idi. Biqəfil meydana çıxan bu mənzərə heyrətə və sıxıntıya səbəb oldu. Müddəti yadda qalmayan ömürdə ilk dəfə idi ki, üzlərə qəm-kədər kölgə salmışdı. Nurbəxşi dədə cəmaatı bir daha seyr etdi və aram-aram danışmağa başladı. Ömürlərinin müddəti yox idi. Yaşayırdılar. Bir halda ki, susursuz, onda mən danışaram. Yadınızda qalmaz. Əgər unutmayıbsınızsa, xatırlayın o günlərinizi, o ağrı-acılı keçmiş zamanı. O zaman indiki zamandır. Keçmiş zaman bizim yaşadığımız indiki zamandır. Hələ ki bu davam edir. Vaxt gələcək. Mənəvi aləmin sakinləri üçün bu keçmiş zaman olacaq. Hansı ki ağrı-acılarsız yaşamaq mümkün deyil və getdikcə də ağrı-acılar artdıqca artır. Bunu hər dəfə deyirəm. Müharibələr, təbii fəlakətlər tüğyan edir, insanlar biri-birlərini didib parçalayırdı. Xatırladır. Dəhşət, vəhşət bir yandan, haqsızlıq, mənəviyyətsizlik isə o biri yandan dərdlərinizin üstünə dərd qoymuşdu. Dadınıza o böyük yaradan yetdi. Çünki siz başqalarından fərqli idiniz. Haqqa üz tutduğunuza görə seçilmişdiniz. Kim hansı millətdəndir? Kim hansı ölkədəndir? Deyə bilərsinizmi? Heç kimdən səs çıxmadı. Bu yerdə Hüsnü yenə də səbrini basa bilməyib sual etdi. Ay İlyas baba, necə yəni kim hansı millətdəndir? Məgər kim nə millət olduğunu, haradan gəldiyini bilmirdi? İlyas kişi suala cavab verdi. Oğul, de görüm, hər səhər gün bu yandan çıxıb, axşam da o yanda batmırmı? Hüsnü, bəli. Qoca, hər il yaz, yay, payız, qış fəsilləri olurmu? Bəli, olur. Neçə illərdir yaşın qədər bu? Neçə illərdir yaşın qədər bu təkrarlanmayıbmı? Hüsnü, bəli baba, elədir. İlyas baba, bax, qərinələr, əsrlər, böyük zamanlar, qiyamət,
axirət də beləcə dövr edib təkrarlanır. Lakin biri-birinə oxşamasa da əkizlər kimi, amma eyni olmur. Qərinələr, indi ola bilsin kimsə qərinə sözünü eşitib və yaxud da eşidib elə bilir ki, uzun müddəti, əslində 33 il nəzərdə tutulur qərinə sözü. Əsrdən azdır. Bir əsr 100 ildir, bilirsiniz. Qərinə isə təxmini 3 il qəbul olunur, 33 il qəbul olunubdur. Dədə Bəxşinin də dediyi bu mənadadır. Deməli o zaman, yəni ki, çox uzaq keçmişdə bu cəmaət ayrı-ayrı ölkələrdə yaşayırmışlar. Hərəsinin də öz dili, öz dini varmış. Qısa desək, indiki kimi çoxlu ölkələr, müxtəlif xalqlar var imiş. Hərə öz elində, obasında ömür edirmiş. Hər bir ölkənin öz qanun qaydası, öz adət-ənənəsi qorunub saxlanırmış. Harada mənəviyyətsizlik baş vermişsə, Allah oraya bir peyğəmbər göndərmişdir. El təbirincə deyilir ha bu. Necə yəni göndərmişdir? Hüsnü sual edir. Məgər peyğəmbər göydən gəlir? Axı mənim eşitdiyimə görə Məhəmməd peyğəmbər Məkkədə doğulub, böyüyüb, başa çatıb. Qoca. Düzdür oğlum, elə olub. Amması budur ki, ona peyğəmbərlik verilib. Hüsnü. Baba, onu nətər verirlər? Bəma niyə vermirlər? Qoca. Peyğəmbərlik çox ağır yükdür oğul. Onu hər kəs götürə bilməz. Heç eşidibsənmi ki, filan kəs vergilidir, filan kəsə toxunulub, kimsə havalanıb. Hüsnü, bəli baba, eşitmişəm. Elə bizim kənddə biri var, Ələs kişi. Yaman bilicidir. Adamın taleyini üzünə oxuyur. Biri də qonşu kənddədir. Nədir o? Qoy yadıma salım. Hə, dəli sənan. Əşdən gücdən danışır. Amma deyirlər, dəlidən doğru xəbər. Bəzən elə ağıllı söhbət edir ki, mat məəttəl qalırsan. İlyas baba. Bəs yalançı peyğəmbərlər barədə necə? Eşidibsənmi? Hüsnü, yox. Yəni peyğəmbərin yalançısı da olur. Hə, yalançı peyğəmbər olmur. Ancaq insanlar belə adlandırırlar. Bilirsən niyə? Əvvəla onu deyim ki, hər bir məqamda, hər bir insanda ruh dəyişməsi gedir. Elə hesab elə ki, bir atı növbə ilə bir neçə adam minir. Bu adamların ağrı var, yüngülü var. Və yaxud da at sürmək bacarıqları da müxtəlif olur. İnsanın canı da at kimidir. Ruhun gücündən, biliyindən asılı olaraq dəyişmələr gedir. Bir də ki, pak, napak ruhlar var. Onlar da öz təsirlərini canda göstərir. Ya insan xəstəlik tapır, ya bilikli bir alim olur, ya vergili kimi, peyğəmbər kimi tanınır, ya da ki, cadükün, yalançı peyğəmbərlər olur. Hüsnü, nə mürəkkəb işdir, ay baba. Vallahi heç nə qanmadım. Qoca, yaxşı. Bu barədə yadıma salarsan, səni başa salaram. Harda qaldın bayaq? Hə, nə qədər ki, peyğəmbərlərdən danışırdım. Hə, gərək ki, peyğəmbərlərdən danışırdım axı. O yerdə ki, peyğəmbərlər yetişirdi,
Orada nizam, intizam yaranırdı. Dədə Bəxşi də peyğəmbər idi, axirət peyğəmbəri. Elə bir zaman gəlib çatır ki, burada çapda səhv olunubdur. Elə bir zaman gəlib çatır ki, insanlar islah olunmazlara çevrilirlər. Belə olanda böyük fəlakətlər baş verir. Oğul, elə düşünmə ki, adam aciz bəndədir. Elə düşünmə ki, adam aciz bəndədir. Yaxşı ki, adamlar öz gücünü bilmirlər. Yoxsa aləmi kör qoyarlar. Gördüyün hər bir cılız adamla üstündə oturduğun bu daşın, gəzdiyin bu torpağın sıx əlaqəsi var. Bir də oxuyum. Gördüyün hər bir cılız adamla üstündə oturduğun bu daşın, gəzdiyin bu torpağın sıx əlaqəsi var. Bu sirri bilmək üçün gərək kamil şuurlu olasan. Elə sadəsini deyim. İnsan yaxşı, pis nə etsə, gec-tez öz qabağına çıxır. Demək o vaxt o qədər pisliklər yaranır ki, yer-göy cəzanə gəlir. Ana torpaq naxələf övladlarına qulaq vurması vermək üçün müxtəlif cəzalara əl atır. Odur ki, bəzi yerlərdə zəlzələlər olur, bəzi yerlərdə meşələr od tutub yanır, bəzi yerlərdə də sel su tüğyan edir. Dədə Bəxşinin də zamanında bu kimi hadisələr getdikcə artırmış. O bilirdi ki, Allah onu xilaskar kimi yetişdirir. Odur ki, Allahdan aldığı vəhlər əsasında hərəkət edirmiş. Allahsevərləri axtarıb tapmaqda çox əziyyət çəkir. Sıxıntı, üzüntülərlə üzləşir. Lakin amalından dönmür. Allah eşqi ilə bütün sınaqlara səbirlə dözür. Bilir ki, bu məsuliyyət yükünü axıra qədər daşımalıdır və daşıyır da. Müharibələr bütün dünyanı lərzəyə salır. Elə olur ki, dünyanın hər yerində qaç-haqaç düşür. Qaçanlar özləri də bilmirlər ki, hara gedirlər. Tale hara çəkirsə, o istiqamətə də səmt alırlar. Əslində isə tale yox. Allahın göstərişi ilə ilahi varlıqlar hər bir kəsi öz yoluna istiqamətləndirir. Nə başın ağrıdın? Qırılan qırılır, qalansa qalır. Axırda bəşər bir yumağa dönür. Hər bir ölkədən, hər bir millətdən qanun qaydaya riayət edən haqqa meylənmişlər, Allaha itaətdə olanlar, böyüklük kiçiklik gəlib bu gencə yerdə bənd alırlar. Dünyanın ən xatasız yeridir bura. Qurd quzu ilə oynayırdı. Qurd quzu ilə otlayırdı. Allahsevərlərdən savayı bəşər övladı qalmamışdı dünyada. Az qalmış ərlərin canı burada bay olmağa başladı. Odur ki, bu diyar Azərbaycan adlandı. Məskunlaşdıqları yer isə həm Gəncə idi, həm də yeniləşdiyinə görə Gənc idi. Ümumiləşdirib Gəncə dedilər. Hüsnü səbirsizliklə soruşdu. Baba, bəs o söhbətin axırı necə oldu? Qoca, hansı söhbətinə bala? Dədə Bəxşinin söhbətinin davamını deyirəm də. Qoca, aya aqırışmal, qoysana bir nəfəsimi dərim. Gəlirəm də mətləb üstə. Bəli, Nur dədə çox üzüntülü, çox kədərli idi. Olub keçənləri bir daha xatırladandan sonra dedi. Ey Allahsevərlər, siz sualıma cavab vermədiniz. Onda qoy mən deyim.
Allah ömrünüzü artırandan bəri 1000 ildir ki, azad, şad, hürrəm yaşayırsınız. Nə qocanız cavandan, nə də cavan qocadan fərqlənmir. Hamınız nurlu, hamınız fərəhli ömür edirsiniz. Bilin və agah olun. Arxayınçılıq sizi məsuliyyətdən uzaqlaşdırmaqdadır. Onun ilk işartısı artıq görünür. Bugün hissə qapılıb ana yurt tərk edilirsə, demək etibarsızlıq bütün dəyərlərinizi bir-bir məhv edəcək. Bu yoluxucu xəstəlik kimidir. Zaman-zaman sizə də sirayət edəcəkdir. Halbuki, ötən çox uzun illərdə siz xəstəliyin nə olduğunu bilmirdiniz. Cisminizə bir şey olsaydı, onun əlacı vardı. Bəla burasındadır ki, mənəviyyatınıza ləkə düşüb. Bundan ötürü çox dərin və çətin sınaqlarla üzləşəcəksiniz. Bu mücadilədən kim qalib çıxsa, demək o əsl Allahsevərdir. Çalışın indi Allahın sevdiyi olasınız. İndiyədək öncələr, yanılmışlar, bağışlananlar qismində Allahın mərhəməti ilə ilahi qüvvələr tərəfindən qorunurdunuz. Bundan belə hər bir kəsin taleyi onun öz əlindədir. Siz sərbəst buraxılacaqsınız. Qiyamətdə xilas oldunuz. Axirətə hazırlaşın. Qarşıdan məkan dəyişməsi gəlir. Asimandakı yeni məkana köç etməliyik. Göyə ucalmaq üçün yerin cazibəsindən azad olmalıyıq. O kəslər azad olacaq ki, maddiyyatdan tam uzaqlaşmağı bacarsın. Ən ağır sınaq təbiət qüvvələrindən qurtulmaqdır. Bunun üçün qida qəbul etməməlisiniz. Sizi bu ucalığa dəvət edirəm. Dədə Bəxşi elə nurlanmışdı ki, toplaşanlar heyrətini gizlədə bilmədi. Onlar ilk dəfə idi ki, dədəni belə işıqlı görürdülər. O gündən etibarən iradəcə zəifləyənlər şuurən tənəzzülə uğramağa başladılar. İnciklik, umuküsü, dedikodu və nə bilim nələr baş qaldırdı. Gəncə, onurlu diyar zaman-zaman tərk edilirdi. Bu son sınaq Gəncə sakinlərini ələk-vələk eləyirdi. Dədə və onun məsləkdaşları için-için qovrulurdular. Çünki gələcəyi görür və bilirdilər. Gələcəksə qiyamətdən də məşəqqətli idi. Get-gedə nuru daha da artan Allahsevərlər kamillik zirvəsini fəth etməkdə idilər. Onlar artıq ilahiləşmək ərəfəsinə çatmışdılar. Özlərini fərəhli və quş kimi hiss edirdilər. Getdikcə baxışları, danışıqları, düşüncələri və nəhayət yerişləri də dəyişirdi. Onlar yerimir, sanki uçurdular. Hətta nurun çoxluğundan ətrafında göy qurşağına bənzər dairə əmələ gəlirdi. Qoca söhbətinə bir balaca ara verdi. Hüsnü fürsətdən istifadə edib marağını gizlədə bilmədi. Azacıq gözləyib sual etdi. Baba, adam necə ilahiləşə bilər? Bu insanlar nə üçün nurlanırdılar? O işıq nətər əmələ gəlirdi? Vaxta görə mənə belə gəlir ki, kifayət edər. İnşallah sabah davamını oxuyaram. Bir daha hər birinizə təşəkkür edirəm. Var olasınız. Sizinlə bahəm
Başımız üzerinde görünmez şekilde bizi nəzarətdə saxlayan ilahi varlıqlara ehtiramla təşəkkürümü ishar edirəm. Ana yurdumuza, ana vətənimizə, ana torpağımıza təşəkkürlüyəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın sevə-sevə səcdəsində və xidmətindəyəm. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizə dək.